Bugünkü mövzumuzu istəyirik gözləmə üzərində quraq ki, bunun yəni gözləmə nədir və həmçinin Quran və sünnədə bu barədə nə gəlir? Çünki bəzən görürsən ki, elə insanlar olur ki, gözləmə yoxdur, boş şeydir və s. Yəni bu həqiqətdir yoxsa yox? İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Sallallahu aleyhi ve ala alihi ve sahbihi ve sellem teslimen kethira ma ba'd. فأوصيكم ونفسي بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Ən birinci nəfsimə, sonra sizə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir və kəlamında Allah Taala buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. O ki qaldı mövzuya, gözləmə şək yoxdur ki, haqdır və iman etmişik buna. Çünki sübutu Allahın kitabında, Peyğəmbərinin hədislərində varid olub. Və varid olub, necə dəyir, varid olub, necə müalicə olunmaq lazımdır, ondan hansına ki, toxunacaq bir-bir. Və baxsaq görərik ki, insanlar bu məsələdə gözləmənin olub-olmamasında ona inamda bölünürlər 3 sinifə, 3 qismə. Birinci qism inanmır. Deyir ki, gözləmə adlı bir şey yoxdur. Necə ki, bəzi müasir və ya bundan əvvəlki dövrlərdə yaşayan həkimlər və ya onların fikrində olan, onların davamçıları və qeyriləri. Kafirlərdən və s. qeyrilərindən. Baxmayaraq ki, bundan əvvəlki əsrlərdə də, hətta İslamdan qabaq da onun olması sübut olub, istər ağılla və sonra İslam gələndən sonra İslami dəlillərlə, yəni şəriətin dəlilləri ilə. İkinci qismdə bir qrup insanlardır ki, elə etiqad edirlər ki, nə olur olsun, hamısı gözləymədəndir. Onu görürsən ki, vəsvəsədədirlər daima. Nə olur, nə baş verir, nə tələf olur malından və ya nə xəstəlik yüz verir onun özünə, övladlarına, hər nə olur, deyir ki, gözləydik, gözləydik. Ona görə fikir versək, həqiqi, düzgün etiqad bu iki xətanın ortasındadır. Ona görə iman edirik ki, gözləmə var, haqdır və şəriət əmr edib ondan müalicə olunmağı, qorunmağı düzgün səbəblərlə və etiqad edirik ki, heç də hər şey gözləmə səbəbindən baş vermir. Və dəlillər çoxdur Allahın kitabında və Peyğəmbərinin sünnəsində və kifayətdir ki, Allah Taala hətta kafirlərin iman əhlinə olan həsədini və toxunacaq nə üçün məhz həsəddən, həsədlə gözləmə arasında bağlılığı var. Kafirlərin iman əhlinə olan həsədini gözləmədən hesab edir. Və onlar daima istəyirlər ki, iman əhli onlara nəsə zərər yetirsin.